Nikah müqaviləsində alimentlə bağlı da bir bənd varmı, yoxsa ancaq əmlakla bağlıdır? Yox, aliment ümumiyyətlə uşaqlara kəsilən sabit pul təminatıdır. Bunun əmlak məsələlərinə aidiyyəti yoxdur. Nikah müqaviləsində qeyd oluna bilməz. Tutulmur, bəli. Çünki nikah müqaviləsi siz evliliyə başlayan anda bağlayırsınız. Hələ uşaq siz yoxdur. Siz nə bilirsiniz ki, uşaq olacaq, neçə uşaq olacaq, kim gələcəkdə nə qədər maaş alacaq, nə qədər aliment kəsiləcək, alimentin məbləği nə qədər olacaq. Bu sırf əmlakla bağlanan məsələdir. Əmlakla bağlanan nikah müqavilələrində boşanandan sonra hər hansı bir məbləğ də göstərilə bilirmi orada, yoxsa sırf əmlaka aiddir? Məsələn, ayrılıram, məndən əgər ayrılsan, İranda filanda var da, bu qədər qızıl verməlisən, bu qədər. Baxın, tam razıyam. Nikah müqaviləsi tərəflərin iradəsinin ifadəsidir. Tərəf bu gün nikah müqaviləsi bağlayırsa, bu şərtlər altında evlilik dönəmində yenidən o nikah müqaviləsini dəyişdirə bilər. Mümkündür. Bəli, tərəflərin iradəsinin ifadəsidir. Hər iki tərəf razılaşır evlilik dövründə. Deyir, nikaha girəndə bu cür müqavilə bağlamışdıq. Hər ikimiz razıyıqsa, gedək o müqavilədən bu şərtləri çıxardaq, bu şərtləri saxlayaq. Bu tərəfin iradə ifadəsidir. Təbii ki, boşanma ilə bağlı məsələni də ora qoya bilərlər ki, məsəl üçün, kişi boşanma ilə bağlı məsələ qoya bilər ki, boşanan anda mən sənə, tutaq ki, 200 min dollar, 200 min manat, 200 min rubl, hər nəysə, hansısa valyutada desən, mən məbləğ ödəyəcəm sənə. Bunu tərəflər nəzərdə tuta bilərlər. Yenə deyirəm ki, bu tərəflərin iradi ifadəsidir. Əmlakla bağlı tərəf öz iradəsini ifadə edir. Məsəl üçün, qadının özünün şəxsi biznesi var. Bəli. Nikah müqaviləsi bağlayır ki, mən şəxsi biznesimlə əldə etdiyim gəlirin hamısı birgə nikah dövründə mənə məxsusdur. Bəli. Müqavilə imzalandı, bu cürdə icra olunacaq. Və yaxud da biz məsəl üçün deyirik ki, ər-arvad evlənəndə birgə nikah dövründə əldə olunmuş bütün gəlirlər qazanc. Bunların arasında bərabər bölünür. Amma nikah müqaviləsində siz elə şərtlər daxil eləyə bilərsiniz ki, o cür bölgü olmasın. Bölünməyə bilər, bəli. Çünki müqavilə qanundan üstündür. Tərəfin iradi ifadəsi qanunun qəbul elədiyi qaydalardan üstündür. Əgər müqavilə yoxdursa qanun tətbiq olunur. Müqavilə varsa, birinci müqavilənin şərtləri tətbiq olunur.